Uşaqlar, bir öncəki dərslərimizdə biz artıq HTML elementlərinə müraciətlər haqqında və oradan JavaScript-ə göndərə biləcəyimiz event və value'lar haqqında kifayət qədər çoxlu danışmışdıq. Bu dərsimizin əsas mövzusu HTML-in map'i haqqındadır. Yəni HTML taglərinə biz JavaScript tərəfindən müraciət edərək onun içərisində necə gəzə bilərik və yaxud da hansısa bir HTML elementinin yola çıxaraq onun yanındakı, üstündəki, altındakı taglərə biz necə müraciət edə bilərik? Bu dərsimizin əsas məqsədi bundan ibarətdir. Biz HTML elementlərinə müraciət haqqında danışanda burada bir neçə forma haqqında danışmalıyıq. Bunlardan biri parentlar, digəri childlar, digəri isə siblingsdir. Bunlar nə deməkdir? Parent dediyimiz zaman nə baş verir? Child dediyimiz zaman nə baş verir? Siblings dediyimiz zaman nə baş verir? Əvvəlcə child haqqında gəlin danışaq. Child və yaxud da children anlayışı var burada. Onların arasındakı fərqi də danışacağıq. HTML-imizin root elementi dediyimiz zaman HTML taginin özü başa düşülür. Yəni əsas tagimiz budur və o tagin parenti yoxdur. Yəni o tagi içində saxlayan başqa bir tagimiz yoxdur. Buradakı doctype onun parenti hesab olunmur. Parent child məsələlərin üzərindən yola çıxdığımız zaman bilməli olduğumuz mütləq bir şey var. Parent dediyimiz zaman mütləq HTML tagi nəzərdə tutulur. Children dediyimiz zaman da mütləq şəkildə bir HTML element nəzərdə tutulur, hansı ki biz onları obyekt olaraq, vizual olaraq burada görməyə başlayacaq. Məsələn, nə demək istəyirəm? Məsələn, normalda child dediyimiz zaman tagin içindəki taglər nəzərdə tutulur. Məsələn, HTML-in child'ı kimlərdir? Head'dir və body'dir. Children'lar daha doğrusu. Head taginin children'ları kimdir? Təkcə title'dır. Digər taglər children hesab olunmur. Body'nin children'ları kimlərdir? Burada bir dənə script var hələ ki. Gəlin, burada bir div açaq. İçərisində bir h1 header deyək. Header. Bir dənə paragrafımız olsun. Lorem mətndə yapışdıraq. Bura biraz qısaldaq. Bu şəkildə olsun. Belə deyək. Yaxşı. Bu h1-in children'ları kimlərdir? Divin daha doğrusu children'ları kimlərdir? h1 və paragrafdır. h1 və paragrafın parent kimdir? Divdir. Onun parent kimdir? Body'dir. Onun parent kimdir? HTML-dir. Yəni bu şəkildə gəzməliyik biz HTML sənədimizin içərisində taglar arasında. Və burada bir dənə nə var əlavə olaraq? Siblings var. Bəs bu nədir? Siblings qardaş bacı deməkdir. Yəni eyni parentə sahib olan taglər deməkdir. Məsələn, h1 ilə paragraf siblingsdir. Head ilə body siblingsdir. Bu şəkildə yadımıza saxlayaq. İndi gəlin buranı silək. Keçək JavaScript tərəfə və buradan işlərimizi görməyə başlayaq. Əvvəlcə deyək ki, bir constant deyək buna header bərabərdir document.query selector div deyək bura, burada div deyək hələ ki divə müraciət elədik. Bu divin nöqtə konsola deyək, console.log vasitəsilə bu divin nöqtə parent nodunu konsola yazdıraq. Gördüyünüz kimi kimdir? Body'dir. İçərisində nələr var? Bunlar var. İndi o parentin nöqtə child nodlarını konsola yazdıraq. Baxın, burada bu şəkildə nod listə baxırıq. Text, div, text, script yazılıb. Bax, buradakı textlər nədir? Comment var, gördüyünüz kimi. Script var, tag var, div var, bu şəkildə. Gəlin, bura baxaq. Nədir bunlar? Baxın, birinci text dediyi zaman bu body'nin içərisindən nəzərdə tutulduğuna görə birinci text dediyimiz zaman nə başa düşülür? Baxın, text dediyimiz zaman buradakı enterdə text olaraq nəzərə alır. İçərisində bir dənə div var. Burada göstərir onu. İçində bir dənə text var. Buradakı enter nəzərə alır. Sonra bir dənə script var deyir. Hansı scriptdir bu? Yuxarıdakı scriptdir. Bircə saniyə. Bunun üzərində kliklədik, burada açıldı. Bu skripti niyə göstərdin sən? Sonra text var deyir. Köhnədən saxlayıb mı bunları, yoxsa skriptin içərisini mi oxuyur? Yəqin ki, buranın içərisini də oxuda gətirdi yazılara. Burada comment var deyir. Comment hardadır? Burada Visual Studio Code'un atdığı bir commentdir. Bunun üzərindən danışılmış. Yəni Visual Studio Code özündən əlavə elədiyinə görə burada belə text script falan göstərir. Çünki burada Visual Studio Code baxın script açıb, sonra bir dənə də aşağıda script açıb. Niyə açıb bu scripti? Çünki içərisində Visual Studio Code'un live serverini işləmək üçün olan bir script var. O məni çaşdırdı biraz. Deməli textdir, divdir, textdir, scriptdir. Çünki içərisində artıq bu divin içərisindəki elementləri bura düzməyib. Çünki onlar onun child'ları deyil. Divin child'lardır. Bu şəkildə yazdıq. Bir də child node budur. Bir də var children. Children dediyimiz zaman birbaşa taglər nəzərə alır.
Div var, script var, script var. Все, başqa heç nə yoxdur. Bu şəkildə də bunu yadımıza saxlayaq. Burada məsələn başqa replace children var. Bunun haqqında danışarıq. Child yazaq. Child element count var. Elementlərin countunu tapır. Deyir 2 dənədir içərisində element. Div və script deyir əslində bu. Sonra child deyək. Başqa nə var? Childrenlar. Has children node onun içində onun olub olmadığını yoxlayır. First child, last child. First child deyək. Baxın, texti qaytardı. Last child deyək. Yəqin ki, skripti qaytarmalıdır, səhv eləmirəmsə, düz yadımda qaldısa. Bəli, skripti qaytardı. Bu şəkildə elementlərin arasında gəzə bilirik. Append child'ı, remove child'ı falan danışacaq bunlar haqqında. Last element child, ilk elementini göstər, skripti deyir. Axırıncı daha doğrusu. First element hansıdır? Divdir. Bu şəkildə elementlərin arasında gəzə bilirik, dediyim kimi. Tamam. Enterlər deməli nəzərə alınmağını istəmiriksə, element üzərindən gedəcək və yaxud da children üzərindən gedəcək. Element dediyimiz zaman artıq tagləri başa düşür və yaxud da children dediyimiz zaman elementlərin özlərini başa düşmüş olur. Və bu bizə bir HTML collection qaytarır içərisində ki, taglərimiz mövcuddur. Tamam. Childrenları və parentları başa düşdük. İndi bir də belə bir şey eləyək. Bu divin birbaşa childrenlar, yəni parentə qalxmadan childrenları konsola yazdırdıq. Budur. H1 və paragrafdır. Bu şəkildə düşdük. İndi belə eləyək. H1-ə müraciət eləyək. Burada header deyək. Tutaq ki, variable'ımızın adını da düzəldək. Header'ın children'ı kimdir? Baxın, boşdur. Child nodu kimdir? Baxın, bir textdir. Node listensinə bir text göstərir. Bu textin içərisində nədir bu text əslində? Bunun içərisində yazılan header sözü. Text contentini görürük, yalnız ki, bu textin içində header olduğunu görürük. Yəni bu şəkildə bildik ki, bu nə imiş? O H1-in içərisindəki textdən gedirmiş söhbət. Və yaxud da paragrafa da müraciət etsək bu şəkildə. Və yaxud da header'ın siblings'i kimdir? Baxın, next siblings deyə bir anlayış var. Bir də previous siblings var. Bir də var next element siblings, previous element siblings. Yəni, bu şəkildə bunları yadımıza saxlayaq. Bax, məsələn, next siblings deyək, text qaytardı bizə. Next element siblings deyək, paragrafı qaytardı bizə. Yəni, bu şəkildə də bunu yadımıza saxlayaq. Siblingslər deməli nə oldu? Bunlar oldu. Yaxşı. İndi biz biraz işi məsələni qəlizləşdirək və bura yeni bir element əlavə eləməkdən tutmuş, bunlara rəng verməyə qədər gedib çıxaq. Məsələn, H1-in header'dır bu. Bu header'ımıza nöqtə advanced listener eləyək. Klik vəziyyətində bir function formalaşdıraq və bu functionın içərisində deyək ki, tamam. Və bu functionın içərisində deyək ki, bu header'a klik elədiyimiz zaman hələ ki bu elə header'ın özünün nöqtə style, nöqtə color bərabərdir. Red olsun. Keçək bura. H1'ə klik eləyək. Gördüyünüz kimi qırmızı rəng oldu. Və bu dəfə deyək ki, dizin nöqtə parent nodunun rəngini qırmızı ilə klik edirəm. Gördüyünüz kimi div qırmızı oldu. Niyə? Çünki bu dəfə H1'ə yox, birbaşa divin özünə color red yazmış olduq. Bu şəkildə danışaq. Tamam. Keçək bir list düzəldək. Ul olsun. İçində li olsun. İçərisinə yazaq A, B, C və D yazaq. Keçək bura. Document.query selector all deyək bu dəfə. Ulun içindəki lilərə müraciət edək. Və deyək list item. Gələk burada deyək ki, list itemların içərisindən for each vasitəsilə fırlanacam və bir function formalaşacaq fırlandığım zaman. Bu function içərisində nələr gələcək? Itemlar və bu itemlara nöqtə add event listener eləyək. Yenə də klik deyək. Virgül function formalaşdıraq. Və kliklədiyimi nöqtə next siblingsinə deyəkmi, yoxsa nöqtə elə birbaşa kliklədiyimi nöqtə hələ ki style. Nədir burada? Itemlar, itemin klikində function var. Yəqin ki düz olar. Style nöqtə colorlarını bərabər eləyək red-ə. Keçək bura, klik eləyək. Gördüyünüz kimi qırmızı rəngə boyanmış oldu. Biraz yaxınlaşdıraq, daha rahat olsun. Hansına klikləyirik, qırmızı rəng olur. Əla. Yəni, burada biraz style işləri görək indi. Deyək ki, ulumuzun display flex'e ehtiyacı yoxdur, border'ə falan ehtiyacı yoxdur hələ ki. Ulumuzun hələ list style'ını none eləyək. Bu şəkildə.
Daha sonra ulumuzun içindəki lilərin borderlərini 1 piksel solid deyək. Olsun bu şəkildə. Ulumuzun paddingini sıfırlayaq. Olsun belə. Lilərimizə padding 8 piksel verək. Olsun belə. Tamam, hansının üzərine klik edirik. Gördüğünüz kimi bu şəkildə olur. Bir də nöqtə aktiv deyə bir klass yaradaq və keçək bura. Bu lilərin içərisində bir div formalaşdıraq və bir divə heç ehtiyac yoxdur, hətta belə eləyək, div eləməyək, bir h1 formalaşdıraq. İçərisinə yazacaq header 1. Altına bir paragraf yazaq, lorem və qarşısında ən əvvəlində hələ ki bu 1 yazaq ki, bura bilinsin ki, bu birincidir. Və bu lini kopyalayaq, birinci dəfə yapışdıraq. 2, 3, 4. Bura header 2 deyək, bu ikinci olsun. Bura header 3 deyək, bu üçüncü olsun. Bura header 4 deyək, bu da dördüncü olsun. Yaxşı. Bu şəkildə bir dizayn formalaşdırdıq. Gördüyünüz kimi. Belə olsun hələ ki. Daha sonra bunların içərisində nə edəcəyik? CSS işləri görəcəyik. Lilərimizə deyəcək ki, height'iniz olsun sizin 20 piksel tutaq ki hələ və overflowlarınız hidden. Oldu bu şəkildə. Buradakı 8 piksel çox olub biraz. Bunu bir 3 pikselə salaq. Daha sonra bu height'i biraz artıraq. Yaxşı. Bu 3 piksel bu H1'in üstündə məsafə var. Mərcinlər, auto mərcinlər gəlib. Mərcinlər 0 olsun. Paddinglər 0 olsun. Artıq buna ehtiyac yoxdur. Bu şəkildə salaq. Ulumuzun özünə bir mərcin 10 piksel verək. Olsun belə. Və yüce səliqəyə düşdü. Heightlərində 40 piksel yox. Bir paddinglərin daha doğrusu 3 piksel yox. Bir 5 piksel eləyək. Sonra heightlərində bir 45 piksel, 35 piksel vəziyyətinə salaq. Olsun bu şəkildə. İndi bir aktiv deyə bir klass yaradaq. Bunlar da height deyək 200 piksel və yaxud da 100 piksel kifayət eləyər məncə. Bu şəkildə. Tamam. Bu lilərin hansısa birinə aktiv klass əlavə elədiyimiz zaman olsun belə. Və buranı biraz artıraq. Az oldu. 120 piksel. Belə bir şey olsun. Və bu H1'lərin hər birinin altına aktiv olduğu zaman belə eləyək. Border bottom 1 piksel solid. Bu şəkildə bir şey olsun. Kliklədiyimizin altından xət çəksin və margin bottomlarda olsun bir 5 piksel. Yaxşı, belə səliqəli bir dizayn formalaşdıraq. İndi deyək ki, burada mən lilərin içərisində gəzirəm, fırlanıram və fırlandığım zaman o lilərin nöqtə first element childlarına add event listin edirəm, yəni H1'lərə. Add event listin edirəm və rənglərini hələ ki qırmızı elə. Klikləyirəm, qırmızı, klikləyirəm, qırmızı, klikləyirəm, qırmızı. Bax, hansının üzərinə klik eləsəm, yəni H1'in olmaq şərti ilə deyil. Burada klik eləsəm, hara klik eləsəm, yoxsa elə demədik, yox. H1'lərə, lilərin içində hamısına fırlanıb, H1'lərin kliklərində kolorlarını qırmızı elə. H1 blok olduğuna görə burada da klikləyəndə olur. Bu şəkildə. İndi deyirəm ki, bunu eləmə. Bizim nöqtə parentinə, nöqtə class listinə, nöqtə add elə, hələ ki, aktiv klassına. Baxaq, klik edirəm, error verdi, class list məsələsi, diz.parent, bizə saniyə, item.parent node olmalıydı. Bu şəkildə. Klikləyirəm, gördüyünüz kimi açıldı, kliklədim, açıldı. Və bu add-ı bu dəfə toggle edirəm. Toggle. Və buradan gəlib, bu aktiv klassını silirəm artıq. Səhifə açıldığı zaman belə bir səhifədir. Hansının üzərine klik edirəmsə, o hissə açılır və ya klik etdiyimiz zaman bağlanır. Şəkildə gördüyünüz kimi JavaScript-də belə maraqlı bir şey yığa bilərik. Məsələn, toggle menyular, yuxarıdan aşağıya admin panel menyuları bu şəkildə formalaşdırılır. Hansı ki, bunun üzərindən tasklar biz işləyəcəyik onsuz da kurs müddətində. Bir də burada əlavə olaraq, style olaraq burada color red yazsaq, belə maraqlı bir dizayn alarıq. Hansına klik etsək açılır, qırmızı rəngi olur və hansına klik etsək bağlanır. Bu
Bu şəkildə də işlərimizi görə bilərik. Belə maraqlı taskları bu şəkildə işləyəcəyik biz. Belə eləyək. Tamam. Başqa nə işlər görə bilərik? Məsələn, biz bu siyahıya yeni bir element əlavə eləyə bilərikmi? Və yaxud da var olan bir elementi silə bilərikmi? Bəli. Yuxarıda məsələn, bir input düzəldək. Bir div açaq əvvəlcə. Bu divin içərisində, bura deyək, class bərabərdir. Hətta bunun div yox, form eləyək. Burada maraqlı bir şey də görək. Form tag açaq. Action'ımız hələ ki yoxdur. Backend'ə bir iş göndərməyəcək. Slash qoyaq. Gələk bura. Bu formun içərisindən bir input yerləşdirək. Type text olsun. Placeholder'ına yazaq. Item name. Bir dənə də text area yerləşdirək. Text areanın da içərisinə id'si hələ ki yoxdur. Çünki onsuz bir inputdur. Calls'u olmasın. Rows'u olsun. Style'ından düzəldərik qalan məsələlərini. Placeholder'ına da yazaq. Item text. Deyək bu şəkildə. Gələk bura. CSS-ə. CSS-də bu formumuza müraciət eləyərək. Formumuza əvvəlcə bir border verək. Bir piksel solid deyək. Olsun bu şəkildə. Mərcinə bir 10 piksel mənimsədək. Olsun belə. Bir padding verək 10 piksel. İçəriyə yığılsın. Display-nə flex deyək. Bu şəkildə olsun. Flex direction-na row deyək. Yox, column deyək. Olsun bu şəkildə. Və formun içindəki hər şeyə margin bottom 10 piksel deyək. Olsun belə. Gördüyünüz kimi bir input qoydum. Bir də belə bir şey qoydum. Bir də bunlara padding verək, biraz böyüsün. 8 piksel. Bu şəkildə. Və bura bir dənə də button əlavə eləyək. Button deyək. İçərisinə yazaq add. Olsun belə. Bu şəkildə elementlərimizi formalaşdırdıq. İstəyirəm ki, buna klik edədiyim zaman yuxarıda yazdığım elementlər, bura klik edədiyim zaman yuxarıda yazılan elementimiz bura aşağıya əlavə olunsun. Gəlirik, bu button üzərindən işimizi görəcək. Keçdik JavaScript-də. Deyək ki, bizim document.querySelector bir buttonımız var və buttona addEventListener bir function formalaşdırıram. Bu funksiyonun içərisində nə iş görəcəm əvvəlcə? Console.log vasitəsilə forumun içərisində olan elementləri konsola yazacağam. Belə deyək. Amma bu buttona klik edədiyimiz zaman, baxın, konsola yazıram, text. Dirək buradan bir dənə slash. Gələk bura. Nə deyir? Event target. Tamam. Klik sözü yaddan çıxıb. Bu şəkildə. Bura kliklədiyimiz zaman normalda konsola bir mətn yazmalıdır. Klik edirəm, baxın, mətn yazılır, silinir. Bunun səbəbi nədir? Çünki forum tagimiz backenddən məlumat göndərməyə çalışır. Çünki onun bir action'ı və bir metod olurdu və backenddə məlumat göndərirdi. Ona görə də biz forumlarda bunun baş verməyini istəmiriksə, iki variantımız var. Birinci variantımız nədir? Forumda inputun tipindən type bərabərdir button olaraq istifadə edək. Məsələn, klik edirəm, artıq bu baş vermir. Və yaxud da input type button istifadə edə bilərik. Və yaxud da normalda baş verməsi lazım olan prosesi biz baş verməməyini təmin etmək istəyiriksə, bu zaman event.prevent default istifadə edə bilərik. Artıq adi bir buttondur, klik edirəm, amma forum tagi artıq öz üzərinə düşən, daha doğrusu button öz üzərinə düşən funksiyalardan imtina edir. Məsələn, right kliki bu şəkildə bağlaya bilərsiniz saytlarınızda və yaxud da inspect elementi, Ctrl-Shift-C qısa yolunu, F12 qısa yolunu bağlama mümkündür və yaxud da Ctrl-C-ni bağlayıb saytdan nə isə kopyalamaqlarını əngəlləyə bilərsiniz JavaScript vasitəsilə. Təbii ki, qarşısını yenə də almaq olur, amma ən azından istifadə edə bilərsiniz. Bunu elədiyimiz zaman da nə edəcəyik? Konsola yazaq. Əvvəlcə bir burada variable'larımızı da formalaşdıraq. Deyək ki, constant bir name deyə bir value'miz var və bu document.querySelector input'un value'sunu mənə qaytaracaq. Və bir dənə də text var. Bu da buradan text areamızın value'sunu bizə qaytaracaq.
Gələk bura bir A yazaq, bura bir A yazaq. Klik eləyək. Tekst yazdı konsola, çünki bunları yazmamışıq. Bu şəkildə bunu silirəm, bunu yazıram, bir də bunu yazıram. A yazıram, A yazıram, klikləyirəm. Gördüyünüz kimi bu şəkildə konsola məlumatlarımızı yazdıq. İndi nə edəcəm? İndi yeni elementi HTML-də necə formalaşdıracaq? Bunlar haqqında danışmağa başlayacaq. Amma bunu növbəti videomuzda etməyə başlayaq.